Salam, gəlin indi bu suala baxaq. Deyir ki, kök altında mənfi x kub y üstü 6 ifadəsinin ifadəsində vurğu kök işarəsi altından çıxardın. Baxın, biz birinci bilməliyik ki, kökün altı həmişə müsbət olmalıdır. Yəni biz kökün altı mənfi ola bilməz. Yəni kökün altı müsbət olmalıdır. Bu zaman nə edirik? Baxın, biz bilirik ki, y üstü 6, yəni müsbətdir. Bax, y üstü 6 müsbətdir. Niyə? Çünki y mənfi də olsa, y müsbət də olsa, y-in üstü cüt dərəcədən onsuz da həmişə müsbət edəcək. Ona görə, yəni y üstü 6-nın müsbət olduğunu bilirik əslində. Y-ə demirəm müsbətdir. Y üstü 6 müsbətdir. Əgər bu müsbətdirsə də, deməli x də mənfi olmalıdır ki, həmin mənfi qarşıdakı mənfiyə dəysin, müsbət olsun. Yəni ümumi kökün altı müsbət olsun. Yəni ona görə x-in mənfi olduğunu bildik. Amma x-ə ümumi x-in üzəri tək dərəcədəndir də. Ona görə x-in biz mənfi olduğunu qeyd elədik ki, yəni x mənfidir. Mənfinin də tək dərəcəsi mənfi eləyir. Mənfinə mənfiyə vuranı müsbət, y üstü 6 da ümumi müsbətdir. Mənfi də olsa, müsbət də olsa müsbətdir. Bunu qeyd elədik. Yəni x-in burdan mənfi olduğunu qeyd elədik, amma y-i dəqiq bilmirik də. Yəni y müsbət də ola bilər, mənfi də ola bilər. Digər tərəfdən, indi bunu kökün altından çıxartmaqdan ötəri necə yazırıq? Mənfi x-in kvadratı vuraq x, vuraq y üstü 3-ün üstü ikinci dərəcədən. Yəni bu şəkildə, yəni ikinci dərəcədən kökə yüksəlsin. Ona görə bu şəkildə yazırıq. Sonra baxırıq ki, biz bilirik ki, əgər cüt dərəcədən çıxırsa da kökün altından, biz bunu həmişə modulda yazmalıyıq. Baxırıq ki, bu ikinci dərəcədəndir, yəni qeyd olunmuşsa 2-dir. Əgər cüt dərəcədən kökün altından çıxardırsa, bu modulda yazılır. Onda x kvadratından qarşıya nə çıxır? Modul x, vuraq y kubu, yəni üzəri 2-dən nə çıxır? Modul y kub. Kökün altında da qalır nə? Elə bir x kvadratı getdi və bu getdi. Mənfi, bir dənə də x qaldı. Qaldı mənfi x. Sadəcə digər tərəfdən qeyd eləmişdik ki, biz burada x mənfidir. X mənfi olduğuna görə, yəni əgər x mənfidirsə də, bu zaman modul x-dən nə çıxır? Mənfi x. Mənfi olduğunda qabağa çıxır. Amma əgər x müsbət olsaydı, bu zaman elə müsbət x də çıxacaqdı. Ona görə burada mənfi olduğuna görə, yəni biz qeyd elədik axı x mənfidir. Mənfi olduğuna görə mənfi x çıxacaq. Bunu da yazanda bu şəkildə yazırıq. X-in yerinə yazırıq mənfi x, vuraq modul y kubu, kök altında mənfi x-ə. Yəni cavabımız buna bərabərdir. Cavabımız budur. Yəni biz burada y-ə niyə dəyməliyik? Çünki biz y-i dəqiq deyə bilmərik ki, bu müsbətdir, bu mənfidir. Ona görə bu modulda qalır. Amma biz x-i burada qeyd etdik ki, x mütləq mənfi olmalıdır ki, yəni kök altı ifadə müsbət eləsin. Ona görə yəni x-i burada mənfi olduğunu qeyd elədik deyə, yəni mənfi x şəklində yaza bilərik.